Bütün dövrlərin ən yaxşı sənətçisi adını alan Michael indi də ən yaxşı bioqrafik film adını qazandı. Michael Jackson'ın həyatına əsr olunmuş ekran əsəri artıq rekordlar qırmağa başlayır və qısa müddətdə bioqrafik filmlər arasında yeni standart kimi göstərilir. Başrolda Michael Jackson'ın qardaşı oğlu Jeffrey Jackson yer alır. Onun obrazı filmin ən çox müzakirə olunan tərəflərindən biridir və maraqlısı odur ki, bəzi performanslarda səsləndirməni də özü eləyir. Film təkcə hekayəsi ilə yox, texniki tərəfləri ilə də seçilir. Xüsusilə məşhur Neverland Rancho atmosferi yenidən qurulub. Uşaqlıq dövrü və səhnə həyatı detallı şəkildə canlandırılıb. Filmdə thriller səhnəsinin və Motown 25 performansının yenidən qurulması orijinalla demək olar ki, eynilik təşkil edir və bu bioqrafik filmlər üçün yeni səviyyə sayılır. Təxminən 200 milyon dollara yaxın büdcə ilə çəkilən layihədə bu vəsait əsasən səhnə quruluşu, kostyumlar, konsert atmosferi və vizual keyfiyyət üçün istifadə olunub. Hətta bəzi səhnələrin sonradan yenidən çəkilməsi də layihəni daha böyük miqyas edib. Film Michael Jackson'ın bütün həyatını yox, əsasən uşaqlıqdan başlayaraq 1980-ci illərə qədər olan yüksəliş yolunu göstərir. Məhz bu dövrdə o King of Pop tituluna yüksəlir. Açığı baxanların çoxu kimi mən də bəzi səhnələrdə bunun film olduğunu unutdum. Sanki real arxiv görüntülərinə baxırdım. Dünyanın nömrə 1 sənətçisinə yaraşan iş də elə məncə bu cür olmalıdır. Bəs sən necə düşünürsən? Fikirlərini şərhdə yaz. YouTube kanalımıza abunə olun.